Herkes kombinim bu şekilde görünür. Ben ne ifade edirdim. Olarak bu şekilde oldum. 6'da bu da 25'ti. Herkes salam, mən Ayan. Bugün sizlerle günlük vlog çekeceğim. Gəlin onda videomuza başlayaq. İndi isə sizinlə birlikdə hazırlaşacağım. Öncəliklə Olivia'ya getməliyəm. Olivia'da bir dənə concealer görmüşdüm Essence'ın. Rəngimi tapmasam almayacağım. Yəni 01 tapmasam almayacağım. Bir də Essence'ın glossu var idi. Dodaq yağı. Onu baxacağım. Əgər stok varsa alacağım. Çünki mən bəzən oraya gedəndə, yəni olur, bitmiş olur, sadəcə testləri qalır. Amma bugün ona baxacağım. Oradan kontakta gedəcəm. Bilirsiniz ki, mənim telefonum S25 Plus'dur və 26 Ultra 25 fevral çıxmışdı və mən 26'nın dizaynını çox bəyəndim. Düzdür, sadə modellərini bəyənmədim. Çünki qabartmalı olduğu üçün sadə modellərdə 22, S22 və S21 F kimi görünür. Ona görə də S26 Ultra almağa qərar verdim. Telefonumla çəkilişlər eləyərəm. Ondan isə montajlar, bəzən ondan çəkiliş, bundan montaj. Daha sonrasında kompüter almağı fikirləşirəm. Amma hələ ki gedib 26 Ultra'ya baxacağam. Görək necədir. Kombin olaraq gördüyünüz kimi içimə belə bir qara kofta geyinəcəm. Üzərinə mavi bir pencək və qarşınıvi rəngdə, yəni qəhvəyi rəngdə cins şal var. Bunu geyinib gəlirəm. Və kombinim bu şəkildə. İndi isə saçımı eləyəcəm. Siz necə bir şey eləmək istəyirəm? Baxın, bu ortadan yığacağım. Düzünü daramamışam. Yəni əslində daramışdım, sadəcə biraz da daramalıyam. Yığacağım və ucunu ferimlə vuracağım. Gerçəkdən çox gözəl nəticə olur. İndi isə bu ferlə vuracağım. Və saçlarımın ucunu vurdum. Bu şəkildə oldu. Yəni bu şəkildə qalmayacaq. Darayacağım. Bir yerə toplayanda da bu şəkildə görünür. Mən nəticədən həqiqətən çox razı qaldım. Çox gözəl oldu. İndi isə makyaj eləyəcəm. Belə. Bu ikilini çıxardaq. Highlighter və rumyana. Bunlar həqiqətən çox gözəldir və ikisi də paralayır. Concealer, nemləndirici, dodaq kombom, Missas 765 və tint. Həqiqətən çox gözəl durur. Maskara olaraq L'Oreal'in teleskopik maskarasını istifadə edəcəm. Bu həqiqətən çox gözəldir. Mən bilirsiniz ki, ancaq qəhvəyi rəngli maskara istifadə edirdim, amma bu əslində mənim makyaj masamdaydı. Qəhvəyi rəngli maskaranı qoydum bura, indi isə bunu keçdim. Amma arada bir dəyişiklik eləyəcəm. Çünki qəhvəyi maskara daha da gözəldir. Fırçalar. Sırqa olaraq bunları taxacağım. Ətir olaraq bu ətirimi vuracağım. Sweet Daisy'nin gül qoxulu ətiridir. Həqiqətən çox qalıcıdır və gözəldir. Çanta olaraq bu çantamı götürəcəm. İçinə pulqabım, qulaqçığım və adapterimi qoyacağım. Son olaraq bu şəkildə oldum. İstədiyim concealer'la lip gloss var idi. Sadəcə concealer 02 nömrədə idi. Lip gloss isə mənim istədiyim renk yox idi. Ona görə də almadım. Burada isə görürsünüz ki, Koreya məhsullarına baxıram. Burada isə kontakta gəldim və 5 Ultra ilə 26 Ultra'ya baxdım.
26'da o, bu da 25'dir. İndi isə evə gəldim və çantam boşaldı. İndi makyaj masamı düzenleyeceğim ve düzenini tamamıyla dəyişdirmək istəyirəm. Yəni fərqli olsun. Tonalləri bura qoydum, buradan bura. Bura isə kavrolarımı qoymaq istəyirəm. Mən bura şüşə olduğu üçün buradan görəcəm kavrolarımı. Qulaqcığımı qoyuram. Bura sadəcə telefonumun adaptörünü qoyacağım. Bura isə sadəcə saatımla qulaqcığımın adaptörünü qoyuram. Bu şəkildə oldu. Bence çok qəşəngdir. Bronzerları da bura koydum. Dodaq balzamlarını da bura. Makyaj çöpüyüm burada olduğu için ben de makyaj losyonunu bura koymaya karar verdim. Daha güzeldi. İndi isə ingilis dili dərsimi işləyəcəm. Gördüyünüz kimi testi. Yəni müəllimimiz demək olar tətil olanda testdən verir, amma həftə içi olanda kitabdan verir. Bu səfər kitabdan verməmişdi. Tətilimiz çoxdur, bir 12 gün idi. 8-9 gün qalıb. Yenə də sağ olsun müəllimimiz sadəcə testdən verib. Bu səhifədən bu tapşırıqdır, bir də bu tapşırıqdır. İndi bunları işləyəcəm. 26 nömrəli tapşırıqdan 27 nömrəli tapşırıq işlədik. Və müəllim dedi ki, 28 ilə 29-da sinifdə işləyəcəyik. Ona görə də bunlar qalır. İngilis dilindən bir də sözləri idi. Bu Nərgiz Nəcəfdir, ona görə də burada sözlər var. Səhifə 22-də qalmışdıq. Bu səhifədə. Şimdi buranı öyrənməyə vermiş. Sadəcə yaxşı bilməyənlər də var idi. Bu da davamıdır. Bu 4 dənə söz buranın davamıdır. Sadəcə bunu yaxşı bilməyənlər də var idi deyə müəllim dedi ki, üstündə təkrar qalırıq. Bildiyim üçün oxumayacağam, kimya keçək. Kimyada isə dərsimiz kimya reaksiyaların əlamətləridir. Həqiqətən çox maraqlı dərsdir. Burada da tapşırıqlar var, amma biz bunu sinifdə şifahi şəkildə işlədik. Ona görə də dərsimizi oxuyaq. Özüm işte səfər nömrəsi 1-ci gün başlayıb, amma 1-ci günlər bizə kimya olmur, 3-4 olur. Ona görə də 3-cü günə deyirəm hazır olsun. Öncəliklə bu suallardan başlamaq istəyirəm. Buranı oxumamışdıq. Sadəcə öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın oxumuşduq. Sualımız südün turşumasını necə müəyyən etmək olar? Südün turşumasına üzərinə çıxan köpüklərdən rənginin çox dəyişməsindən başa düşürük ki, südün turşuması süd turşuyur. Mətbəxdə yağlı qidaların yanmasını necə etmək olar? Əlbəttə ki, qoxusu ilə, o yanıq qoxusu olur. Onu müəyyən etmək olur. Dəmir məmulatların paslandığını nəyə əsasən müəyyən etmək olar? Rənginin paslandığını, üzərinin artıq belə pis hala gəldiyini və o dəmir qoxusu olur, onunla müəyyən etmək olur. Mən isə dərs oxuyub gəlirəm.